Bismillahirrahmanirrahim. Resulullah sallallahu aleyhi ve sellem belə buyurmuştur. İğtenim xamsən qablə xamsin. 5 məsələ, 5 iş gəlməmişdən öncə 5 məsələnin, 5 işin qədir qiymətini bil. Birinci, şəbəbəkə qablə həramik. Qocalıq gəlməmişdən öncə cavanlığın qədrini bil. 2. Sıhhətəkə qablə səqamik. Xəstəliklər gəlməmişdən öncə sağlamlığın qədrini bil. 3. Ğinəkə qablə fəqrik. Kasıbçılıq gəlməmişdən öncə varlılığın qədrini bil. 4. Fərağəkə qablə şuğlik. Məşğuliyyət, iş, güc gəlmədikcən öncə boş vaxtın qədrini bil. Və 5-incisi, sonuncusu və ən əsası, həyətəkə qablə məvtik. Ölüm gəlməmişdən öncə həyatın qədir qiymətini bil.